Qlobal məkanda hərbi siyasi proseslər çox sürətlə dəyişir. Bir müddət öncəyə qədər ABŞ-Ukrayna savaşının dayandırılması üzrə sülh prosesində vasitəçilik missiyasını öz üzərinə götürmüşdü. Ukrayna ərazilərini Rusiyanın ixtiyarına verməyə hazır olan Ağ Ev, ABŞ-ın Avropadakı ənənəvi müttəfiqlərini ümumiyyətlə sülh prosesinə yaxın buraxmırdı. Kreml isə bundan tamamilə məmnun idi və Rusiya savaş meydanında qazana bilmədiyi hərbi qələbəni sülh masasında əldə edəcəyinə böyük ümidlər bəsləyirdi. Ancaq indi situasiya ciddi şəkildə dəyişməyə başlayıb. Məsələ ondadır ki, ABŞ üçün hazırda yaxın şərqdə baş verənlər Ukrayna savaşının gələcək taleyindən daha böyük önəm daşıyır. Ona görə də Ağ Evin Ukrayna savaşının dayandırılması üzrə sülh prosesində vasitəçilik missiyasını istənilən ölkənin öhdəsinə buraxmağa hazır olduğunu artıq rəsmən bəyan edib. Halbuki sülh masasında ABŞ-la anlaşma səthində hərəkət edən Rusiyanın iki situasiya qətiyyən sərfəli deyil. Çünki Rusiya ordusunun döyüş qabiliyyəti ciddi şəkildə aşağı düşüb. İqtisadiyyatının savaşın yükünü çəkmək potensialından uzaqdır. Ukrayna isə uzaq mənzilli hərbi zərbələrin həm sayını, həm də dərinliyini, həm də dəqiqliyini artırıb. Və ona görə də Kreml üçün müharibənin məhz indiki şərtlər çərçivəsində dərhal dayandırılması taleyi yüklü məsələyə çevrilib. Onu da qeyd etmək lazımdır ki, mövcud situasiya Kreml və rəsmi Kiyev arasında gizli siyasi diplomatik mərhələnin başlama ehtimalını da ön açmaqdır. Əgər qarşı duran tərəflər bu ehtimalı razılaşdırmağı bacarmasalar, onda Ukrayna savaşının yeni və daha təhlükəli fazaya keçə biləcəyi artıq qətiyyən şübhə doğurmur və ona görə də Ukrayna-Rusiya savaşı bundan sonra artıq yalnız cəbhə xəttinə deyil, həm də siyasi, diplomatik və geopolitik müstəvidə davam edəcəyi daha inandırıcı görünür. Maraqlıdır ki, son günlər həm Kreml, həm də Kiyev, həm də qərb paytaxtlarda verilən açıqlamalarda məzmun onu göstərir ki, hərbi qarşıdurma bir tərəfdən də daha da sərtləşdirilir. Digər tərəfdən isə həm də savaşın birbaşa iştirakçıları, həm də maraqlı tərəflər gələcək mümkün danışıqlar üçün öz siyasi mövqeylərini tədricən formalaşdırmağa çalışırlar. Ona görə də hazırda yaranan əsas paradoks ondan ibarətdir ki, həm Kreml, həm də rəsmi Kiyev eyni anda bir tərəfdən siyasi diplomatik mesajlar verir. Digər tərəfdən münaqişə iştirakçıları israrla hərbi eskalasiyanı dərinləşdirirlər.